Salam, dəyərli dinləyicilər. May ayının 26'da ulduzlar bizə hansı sürprizləri hazırlayıb? Bugünün enerjisi həyatımıza, münasibətlərimizə və işimizə necə təsir edəcək? Gəlin vaxt itirmədən bürclərin sirli dünyasına səyahət edək və ulduzların hər birinizə göndərdiyi xüsusi mesajları öyrənək. Səsinizə səs verən yol yoldaşınız hazırdırsa, siz də rahat əyləşin və günün bələdçisini dinləyin. Başlayırıq. Qoç. Qoçlar, bugün daxili enerjiniz və motivasiyanız dəniz dalğaları kimi coşqundur. Mayın 26'da iş həyatınızda yeni və iddialı layihələrə başlamaq və ya yarımçıq qalmış mürəkkəb işləri sürətlə tamamlamaq üçün ideal bir atmosfer var. Liderlik keyfiyyətləriniz ətrafınızdakilərin diqqətini çəkəcək və sözünüz hər yerdə keçərli olacaq. Lakin tələsik qərarlar verməkdən və insanlarla kəskin tonla danışmaqdan qaçın, çünki daxili tələskənliyiniz kiçik anlaşılmazlıqlara yol aça bilər. Şəxsi münasibətlərdə partnyorunuzla səmimi və isti bir ünsiyyət qurmaq günün ab-havasını daha da gözəlləşdirəcək. Axşam saatlarında fiziki yorğunluğunuzu çıxarmaq üçün açıq havada qısa bir gəzinti sizə çox yaxşı təsir edəcək. Özünüzə inanın və enerjinizi doğru istiqamətə yönəldin. Buğalar, bugün maddi məsələlər və maliyyə planlaşdırılması sizin üçün prioritet təşkil edəcək. Ola bilsin ki, gözlənilməz bir yerdən kiçik də olsa gəlir əldə edəsiniz və ya gələcək investisiyalarınız üçün olduqca faydalı bir təklif alasınız. İş yerində nümayiş etdirəcəyiniz səbir və nizam-intizam, çətin tapşırıqların öhdəsindən rəvan gəlməyinizə kömək edəcək. Şəxsi həyatınızda isə bugün tam bir sabitlik və hüzur axtarışındasınız. Sevdiyiniz insanla münasibətləri dərinləşdirmək, gələcək planlar haqqında səmimi danışmaq üçün əla zamandır. Günün ikinci yarısında evinizdə kiçik bəzək işləri görmək və ya ailə üzvlərinizlə bir süfrə arxasında toplaşmaq daxili balansınızı bərpa edəcək. Sağlamlığınıza, xüsusən də yuxu rejiminə qarşı biraz daha diqqətli olun. Əkizlər, bugün ulduzlar sizin intellektual tərəfinizi və ünsiyyət bacarıqlarınızı zirvəyə daşıyır. Sözün əsl mənasında bugün danışığınızla hər kəsi sehrləyə bilərsiniz. Yeni insanlarla tanış olmaq, gələcək əməkdaşlıqlar üçün təməl atmaq və ya uzun müddətdir ağlınızda fırlanan yaradıcı ideyaları rəhbərliyə təqdim etmək üçün möhtəşəm bir gündür. Zehniniz çox iti işləyir və eyni anda bir neçə işi idarə edə bilirsiniz. Yalnız diqqət yetirməli olduğunuz məqam, şayələrdən və boş mövzulardan uzaq durmaqdır. Eşq həyatınızda isə tərəfdaşınızın sizdən daha çox diqqət və qayğı gözlədiyini unutmayın. Axşam saatlarında maraqlı bir kitab oxumaq və ya intellektual bir film izləmək ruhunuzu dincəldəcək. Xərçənglər, bugün daxili dünyanıza çəkilmək və emosional ehtiyaclarınıza qulaq asmaq üçün ideal bir zamandır. Həyatın gündəlik qaça-qaçından bir anlıq dayanıb, özünüzlə baş-başa qalmaq sizə itirdiyiniz enerjini geri qaytaracaq. İntuisiyanız bugün o qədər güclüdür ki, ətrafınızdakı insanların gizli niyyətlərini asanlıqla hiss edə bilərsiniz. İş mühitində gərgin vəziyyətlər yaransa belə, təmkininizi qorumaqla qalib tərəf siz olacaqsınız. Ailə daxilində və ya yaxın dostlarınızla münasibətlərdə keçmişdən qalan inciklikləri danışaraq həll etmək və münasibətləri yenidən isitmək üçün ulduzlar sizə yaşıl işıq yandırır. Ruhunuzu qidalandıracaq hobbilərə zaman ayırın, bugün daxili hüzurunuz hər şeydən vacibdir. Şirlər, bugün sosial mühitlərdə parıldamaq və diqqət mərkəzində olmaq növbəsi sizdədir. Xarizmanız və müsbət auranız ətrafınızdakı hər kəsi maqnit kimi özünə çəkəcək. İstər dost məclislərində, istərsə də işgüzar görüşlərdə fikirləriniz böyük maraqla qarşılanacaq. Komanda işlərində liderliyi ələ almaq və insanları ortaq bir hədəf ətrafında toplamaq üçün əla fürsətdir. Romantik münasibətlərinizdə də çox canlanma və xoş sürprizlər gözlənilir. Əgər subaysınızsa, bugün həyatınıza rəng qatacaq yeni bir insanla qarşılaşa bilərsiniz. Sadəcə hər şeyi tək başına idarə etmək istəyinizdən biraz fədakarlıq edin və başqalarının da fikirlərinə meydan tanıyın. Uğur və sevgi bugün sizinlədir. Qızlar, bugün sizin o məşhur analitik zəkanız və detallara olan sonsuz diqqətiniz ən böyük silahınız olacaq.
İş və ya təhsil həyatınızda hər kəsin gözündən qaçan xırda səhvləri tapıb düzəltmək, layihələri mükəmməl səviyyəyə çatdırmaq sizin sayənizdə mümkün olacaq. Planlı hərəkət etmək sizə həm vaxt qazandıracaq, həm də gərəksiz stressdən qoruyacaq. Lakin özünüzə və ətrafınızdakılara qarşı həddindən artıq tələbkar və tənqidi olmaqdan qaçın, çünki bu yaxınlarınızla münasibətlərə kölgə sala bilər. Sağlamlıq mövzusunda bədəninizin verdiyi siqnallara diqqət yetirin, bəlkə də biraz dincəlmək və bədəninizi toksinlərdən təmizləmək vaxtıdır. Sistemli addımlarınız sizi tezliklə böyük hədəflərinizə çatdıracaq. Tərəzi. Tərəzilər, bugün həyatınızın hər bir sahəsində harmoniya, gözəllik və ədalət axtarışında olacaqsınız. Mayın 26-sı yaradıcı fəaliyyətlər, incəsənət və ya ümumiyyətlə estetik dəyişikliklər etmək üçün möhtəşəm bir gündür. İnsanlar arasındakı münaqişələri həll etmək üçün təbii bir diplomat kimi çıxış edə bilərsiniz və bu, sizin nüfuzunuzu daha da artıracaq. Şəxsi həyatınızda romantik küləklər əsir. Tərəfdaşınızla keçirəcəyiniz xoş bir şam yeməyi və ya səmimi söhbət aranızdakı bağı daha da gücləndirəcək. Həyatınızda qərar verməkdə çətinlik çəkdiyiniz məsələlər varsa, bugün ürəyinizin səsinə qulaq asın, çünki o sizi heç vaxt yanıltmayacaq. Günün dadını çıxarın. Əqrəblər, bugün daxili gücünüz və dözümlülüyünüz sayəsində ən çətin və mürəkkəb maneələri belə asanlıqla aşacaqsınız. Həyatınızda köklü dəyişikliklər etmək, sizə yük olan köhnə düşüncələrdən və ya insanlardan uzaqlaşmaq üçün mükəmməl bir transformasiya günüdür. Maddi məsələlərdə, xüsusən də bank, vergi və ya ortaq büdcə mövzularında mühüm addımlar ata bilərsiniz. Sadəcə sənədləşmə işlərində diqqətli olun. Gizli qalan məsələlərə olan marağınız arta bilər və bugün bəzi sirlərin üstünü aça bilərsiniz. Şəxsi münasibətlərdə qısqanclıq və ya həddindən artıq nəzarət etmək istəyinizi bir kənara qoysanız, partnyorunuzla unudulmaz və dərin duyğularla dolu anlar yaşaya bilərsiniz. Oxatanlar, bugün daxili azadlıq və macəra ruhunuz yenidən alovlanır. Yeni biliklər öyrənmək, fərqli fəlsəfələrlə maraqlanmaq və ya xarici ölkələrlə bağlı planlar qurmaq üçün əla zamandır. İyimserliyiniz ətrafınızdakı insanlara o qədər güclü təsir edəcək ki, hər kəs sizin yanınızda olmaq istəyəcək. İş yerində fərqli perspektivlər təklif edərək diqqət çəkə bilərsiniz. Sosial fəaliyyətləriniz çox aktiv olacaq, köhnə dostlarla görüşmək və ya yeni maraqlı insanlarla ortaq mövzularda müzakirələr aparmaq sizə böyük zövq verəcək. Yalnız diqqət etməli olduğunuz şey, eyni anda bir neçə işə söz verib özünüzü çətin vəziyyətə salmamaqdır. Hədəfinizi dəqiq seçin və oxunuzu ora doğru atın. Oğlaqlar, bugün tam mənası ilə iş və karyera mövzularına köklənəcəksiniz. Hər zamanki kimi məsuliyyətli, ciddi və zəhmətkeş tərəfiniz ön plandadır. Peşəkar fəaliyyətinizdə rəhbərliyin diqqətini çəkəcək mühüm addımlar ata və ya çətin bir layihəni uğurla təhvil verə bilərsiniz. Uzunmüddətli hədəfləriniz üçün möhkəm təməllər atmaq baxımından bugünün enerjisi sizi tam dəstəkləyir. Maddi mövzularda da gələcəyinizi zəmanət altına alacaq qərarlar verə bilərsiniz. Lakin unutmayın ki, həyat təkcə işdən ibarət deyil, şəxsi həyatınızda sevdiyiniz insanın da sizin diqqətinizə və isti münasibətinizə ehtiyacı var. İki tərəf arasında balansı qorumaq bugün sizə 2 qat hüzur gətirəcək. Dolçalar, bugün orijinal ideyalarınız, fərqli vizyonunuz və azad düşüncə tərzinizlə ətrafınızda fərq yaradacaqsınız. Alışılmış qəliblərdən və monotonluqdan qaçmaq, yeniliklərə qucaq açmaq üçün əla bir gündür. Elmi layihələr, texnologiya və ya sosial şəbəkələrlə bağlı işləriniz varsa, bugün böyük uğurlar qazana bilərsiniz. Dostlarınız və həmfikir olduğunuz insanlarla bir araya gəlmək, gələcək layihələri müzakirə etmək sizə yeni qapılar açacaq. Şəxsi münasibətlərdə partnyorunuzla intellektual bağlarınızı gücləndirmək, bir-birinizə fərdi məkanlar tanımaq münasibətlərinizə yeni bir nəfəs gətirəcək. Gələcəyə inamla baxın, çünki ulduzlar ideyalarınızı reallaşdırmaq üçün sizi dəstəkləyir. Balıqlar, bugün emosional dərinliyiniz, xəyal dünyanız və yaradıcılığınız ən yüksək həddə çatır. İncəsənətlə, musiqi ilə məşğul olmaq və ya daxili hisslərinizi kağıza, kətan üzərinə köçürmək üçün mükəmməl bir gündür.
Ruhani inkişafınız üçün meditasiya etmək, dua etmək və ya sadəcə su kənarında gəzib sakitlik tapmaq sizə möhtəşəm daxili dinclik bəxş edəcək. Şəxsi münasibətlərdə yaxınlarınıza qarşı göstərəcəyiniz sonsuz empatiya və şəfqət aranızdakı bütün soyuqluqları əridəcək. İntuisiyanız bugün sizə bələdçilik edəcək, qarşılaşdığınız sualların cavabını xaricdə deyil, öz daxilinizdə axtarın. Günün sehirli və dinc enerjisini bütün qəlbinizlə qəbul edin. Sonda. Bəli, əziz dinləyicilər, may ayının 26-sı üçün ulduzların sizə pıçıldadığı proqnozlar bura qədər idi. Ümid edirik ki, bugünün gətirdiyi pozitiv enerjilər həyatınızın hər bir küncünə işıq salacaq, sizə uğur, sevgi və can sağlığı bəxş edəcək. Hər zaman xatırlayın ki, ulduzlar yolumuzu işıqlandırsa da, taleyimizin sükanı öz əlimizdədir. Videomuzu bəyənməyi, rəylərdə öz bürcünüz haqqında fikirlərinizi yazmağı və kanalımıza abunə olmağı unutmayın. Sabahki proqnozda yenidən görüşmək ümidi ilə özünüzə çox yaxşı bakın, ulduzunuz hər zaman parlasın.